Geçen il məzuniyyətdə yazdım bir rəvayət. Düşündüm bu ildə boş keçməsin məzuniyyət. Yeni rəvayətimdə də qazanaram rəğbəti. Deyirəm sizlərə növbəti belə bir rəvayəti. Demək bir xeyirxah həkim var idi. Ürəyi təmiz, haqqa tərəfdar idi. Yaxşılıqlarda edirdi, at yolu ilə gedirdi. İnsanlar arasında qazanmışdı hörməti. Qoruyub, saxlayırdı şərəf ilə yəqəti. Bir gün həkimin köməkçisi edir həkimə müraciət. Bir qadın koridorda hönkür-hönkür ağlayır dəhşət. Tək böyüdür kasıbçılıq əziyyət ilə balasını. Bu qadın amansız, həyatın çox görüb cəfasını. Deyir buradakı həkimi deyib gəlmişəm. Onun haqqında yaxşı sözlər eşitmişəm. Uşağı təcili əməliyyat olmalıdır. Həyatda arzu kəmal dolmalıdır. Yoxsa onu da cənginə alacaq ölüm. Baha qalmayıb canında taqət dözüm. Həkim vəziyyətin ciddi olduğunu bilir. Köməkçiyə buna görə tapşırıqlar verir. Uşağı birbaşa qəbula alsınlar. Əməliyyat üçün hazırlasınlar. Əməliyyat çəkir bir neçə saat. Uğurla bitir bu əməliyyat. Bir neçə gündən sonra xəstə çıxarış olanda həkimə sağ ol deyir uşağın anası sevincə qanda. Bilmirəm sizə necə edim axı təşəkkür. Allah sizin bütün yaxşılıqlarınızı görür. Allah razı olsun sizlərdən. Başqa heç nə gəlmir əlimdən. Həkim gülərək deyir qadına, sən yaxşı bax balaca övladına. Böyüyəndə qaytarar yaxşılığı, ondan gözləyərəm qoçaqlığı. Keçir xeyli bir müddət ömürdən, gecə zəng gəlir həkimə işdən. Köməkçisi deyir qəzaya düşən var, vəziyyəti gərgindir açıq aşkar. Həkim tapşırıqlarını verir, özü də xəstəxanaya gəlir. Xəstənin vəziyyəti ilə tanış olur, əməliyyat etmək planında durur. Xəstənin qohumlarına edir xəbərdarlıq. Çoxlu qan itirmədən olubdu yarı canlıq. Əməliyyatın uğurlu olmaq 50-nin 50-yədir. Sizin dualarınız da ona böyük kömək idi. Həkim söhbətini bitirir, əməliyyat otağına gedir. Əməliyyat bir neçə saat çəkir, yaxınları çoxlu dualar edir. Təəssüf ki bu əməliyyat uğursuz olur. Bunu eşidən oğlu aləmi bir-birinə vurur. Həkimə deyir buna görə cavab verəcəksən. Səndə əzab nədir bu həyatda biləcəksən. Polislər və xəstəxananın axranları sakitçiliyi bərqərar edir. Həkim isə oğlanın sözlərini ciddiyə almayıb gedir. Düşündü ki bir müddətdən sonra əsəbləri soyuyar. O da başqaları kimi ona qarşı kini, nifrəti unudar. Bu hadisədən keçsə də xeyli bir müddət, amma oğlan da həkimə qarşı azalmadı nifrət. Qətiyyən əl çəkmir inadından, heç nə çıxarmır yadından. Həkimə qarşı xain plan qurur, pul ilə bir qəddar killer tutur. Həkim işdən çıxanda, maşına yaxınlaşanda, killer yaxınlaşıb bıçağı vurur düz ürəyinə. Heç kim çata bilmir orada onun köməyinə. Qətli törədib birbaşa gəlir evlərinə. Anası ilə baxır axşam xəbərlərinə. Xəbərlərdə bu hadisəni göstərirlər, cinayət haqqında məlumat verirlər. Anası ağlayaraq deyir bunu edib hansı kafir. Onu vuranın qurusun əlləri, xoş olmasın həyatda günləri. Oğlan təəccüblü halda, çaşqın fikri xəyalda. Deyir niyə axı qarğış edirsən, ona görə göz yaşları tökürsən. Ay oğul bu həkim yaxşı həkim idi. O mənə həyatda çox köməyim idi. Uşaq vaxtı səni əməliyyat edən idi. Həyatda insanlıq ədəb bilən idi. Oğlan gecəni yata bilməyir, fikirdən heç üzü gülməyir. Bir müddət keçəndən sonra cinayətkarlar düşür tora. Hər ikisi birlikdə tutulur, qollarına qandal vurulur. Araşdırmalar olur, məhkəmə qurulur. Nə qədər insan həkimin yaxşılıqlarından danışdı. Onu tanıyanlar bu xəbərə ürəkləri yanıb alışdı. Həmçinin hakim təsdiq edir həkimin ona etdiyi əməliyyatı. Təsirli danışmağı ilə kövrəldir oradakı cəmaatı. Hakim hər ikisini danlayır, hər ikisi səhvlərini anlayır. Anası dərin hüzün içində üzr istəyir oradakılardan. Danışır həkimin etdiyi onlara yaxşılıqlardan. Oğlum
çox böyük nankorluq edib. Aldanaraq pula dövlətə pis yolu seçib. Onu ölümdən xilas edən insanı öldürüb. Dərk edir ki artıq oğlum alçaq iş görüb. Nə qədər töksələr də göz yaşı cinayətkarlar və ana. Hakim qətiyyən güzəştə getmir heç bir insana. Hər ikisinə uzun müddətli məhkumluq əmri verilir. Hakimin ədalətli qərarına çoxsu orada sevinir. Həkimdə Allah deyil, bəzən ölüm gəlir qəfil. Hər xəstəni saxlaya bilməz həyatda, bunları hər insan saxlasın yadda. Həkimlərin vaxtında qədrini bilərək, yeydə Allah yerdə onlar bizə kömək. Hamı həyatda həkim ola bilmir. Hər adamdan həkim yetişmir. Bir həkimin yetişmək üçün nə qədər lazımdır illər. Həkim olmaq üçün lazımdır zəhmət və bililik. Pisliklərdən uzaq olsun hər insan, yoxsa sonradan olar çox peşman. Bu rəvayəti mən sona gətirib bitirirəm. Qulaq asdığınız üçün təşəkkür edirəm.